Bizdən həmişə soruşurlar, bəs Amerikadan maşın gətirmək tanış filan. Tanıdığınız, güvəndiyiniz adam varsa, Elvin qardaşımız sağ olsun, yəni bizə gətirdiyi maşın. Yəni necə? Düzdür, indi biz də seçirik, otururuq, bir də görürsən ki, 2 gün, 3 gün çəkirdik ki, auksionda maşın axtardıq ki, normal bir şey. Beskaska minimal bu fezədədir. Aduşkası atmamış, ideal vəziyyətdə maşın oynadı, sağ olsun bizə. Yəni söhbət nədir? Qiymətlərdə baxırsınız ki, deyilirdi bizə $500 yol pulu olacaq. Elvin sağ olsun, 500 manatla gətirirdik. Sonra auksion faizidir ki, ən minimal nədirsə. Hesaplamanı birbaşa olaraq, yəni Elvinlə yan-yana oturub baxmışdıq ki, məsəl üçün hesaplama nə qədərdir, nə qədər xərclərimiz çıxacaq, nə edəcək. Yəni əlavə heç bir məbləğ gəlinməmişdi. Yəni bax, məsəl üçün gördüyünüz kimi bu fezədə. Bax, bir dənə kapotun ucudur. O maşındır. Sonra bax, gördüyünüz kimi buferi yoxdur. Bax, bu maşın ideal vəziyyətdə. Detalları beskraska. Bax, bu maşında oynayıb. Sağ olsun Elvin qardaşımız. Həqiqətən də əziyyəti çox olub. Yəni qiymətlərindəki çox rastlaşmışam ki, deyilib fərqli-fərqli qiymətlərə gəlib və yaxud da qiymət qalxıb, ay nə bilim, yol pulu qalxdı, falan oldu. Elə şey olmadı. Necədirsə, manat tam şəffaf həqiqətən də. Yəni bizim səhifəmiz necə işləyibsə, özünüz bilirsiniz də, yəni güvənli şəkildə. Elvin qardaşımız da o işi görür, güvənli şəkildə müraciət edə bilərsiniz. Yanımızdadır qardaşımız. Nə kömək eləyiniz lazım olsa, müraciət eləyin. Qardaşımız sizin üçün belə deyək, oynamaqda köməklik göstərsin.